Hamıya salam dostlar. Bugün sizlərlə birlikdə təbiət iş dəftəri 18 və 19-cu səhifəni izah edirəm və dərsimizin adı bədəndə qan necə hərəkət edirdi. Deməli, qanın damarlarda hərəkəti birinci sualı oxuyuram. Müxtəlif qan damarları göstərilmiş şəkli nəzərdən keçsin. Deməli, burada qan damarları göstərilir. Bu arada cavablar 100% doğru olacaq. Bura baxırıq indi. A damarının adını, qan damarlarının adlarını yazın. A'ya baxırıq. Burada arteriyadır. Arteriya yazın siz. Deməli, B'yə baxırıq indi. Belə. Burada cavab kapillyardır. C'də isə bura baxırıq. Şəkildə verilib onsuz da özü. Burada isə venadır. Keçirik tapşırıq B'yə. Deyir ki, şəkildən istifadə edərək qan damarlarını müqayisə edin. Müvafiq xanada düzgün cavaba belə işarə qoyun. İndi baxırıq. Burada qan damarları verilir. Funksiyası, diametri, qalınlığı divarın. Ürəkdən qanı daşımaq. Deməli, burada A gördüyümüz kimi arteriyadır, B kapillyar, C isə venadır. Burada ürəkdən qanı daşımaq, arteriya daşıyır ürəkdən qanı. Bura qoyacağıq. Bu arada mən bunu yazıb yoxlatdırmışam deyə karandaşla yazılıb, yəni bilmiyorum ki, üstündən gəlin. Yox, elə bir şey yoxdur. Ürəyə qanı qaytarmaq. Ürəyə qanı vena qaytarır. Qazlar və maddələr mübadiləsi. Burada isə B'dir, kapillyar. Deməli, böyük, kiçik, böyükdə arteriya ilə vena olacaq. Çox kiçikdə isə belə qoyuram. Çox kiçikdə isə B, yəni kapillyar olacaq. Qalın, arteriya qalındır. Burada da görürük zaten. Ən naziyi isə C'dir. Ən nazik deyərkən, yəni nazik C'dir. Telefonu bura çəkdim. Deməli, ən nazik deyərkən, yəni nazik C olur. Burada da görürük. Bu da ondan biraz daha qalındır. Bu isə biraz ondan nazikdir, bir damcı. Ona görə burada C olur, yəni vena. Deməli, ən nazik isə B olur. Bayaq da kapillyar. Burada da görürük ki, çox nazikdir. Baxın, burada ona görə də vena olur. Vena evet, kapillyar olur. Şimdi keçirik tapşırıq A'ya yenidən. A damarına qan hardan gəlir? Burada da yazmışdıq. A damarına qan ürəkdən gəlir. Yəni arteriyaya qan hardan gəlir? Burada ürəkdən olacaq. Tam doğrudur. Deyir ki, hansı damarda axan qanda karbon qazı daha çoxdur? Burada vena olacaq. Bu da tam doğrudur. Vena olacaq burada. Burada deyir ki, hansı damarın divarları ən nazikdir? Sizcə nə üçün? Mən yazmışam ki, kapillyar vena. Çünki kapillyarın divarları nazik olur. Çünki qazlar və maddələr asanlıqla mübadilə olurlar. Deməli, indi keçirik bu qanın tərkibinə. Deyir ki,
şəkildə qanın əsas komplektləri təsvir edilmişdir. Burada da deyir ki, qeyd olunan funksiyaları yerinə yetirən qan komponentlərini göstərən rəqəmi müvafiq boşluğa yazın. İndi yazırıq. Xəstəlik törədən mikroorqanizmləri məhv etməyə kömək edir. 1, yəni 1 buradan. Burada akciğer hüceyrəsidir. Burada yazmışam, baxa bilərsiniz. Burada oksigen daşıyır. 2, yəni bura qırmızı qan hüceyrəsidir. Qanın laxtalanmasına kömək edir. Burada isə 4, yəni qan lövhəciklərdir. Qida və tullantı maddələrinin daşınmasında iştirak edir. Burada da 3, yəni plazmadır. Bunlar da tam doğrudur. İndi keçirik B-yə. Əzələ kapillyarlarında mübadilə olunan maddələr oxlarla göstərilmişdir. A, B və C hərflərini göstərilən oxların istiqamətini müvafiq maddələri müəyyən edin. Glukoza A-da olacaq. A, buraya yazırıq. Bu glukozadır. Karbon qazı isə C-dədir. Burada C olacaq. Şimdi bura kesirik. Oksigen isə B-dədir. Bura B olacaq. Bunlar da tam doğrudur. Böyle plus qoyuram. Deyir ki, qırmızı qan hüceyrələrindən hemoglobin çıxarılsaydı nə baş verərdi? Qırmızı qan hüceyrələri oksigen daşıya bilməzdi. Qırmızı qan hüceyrələri çoxala bilməzdi. Bu yanlışdır. Ağ qan hüceyrələri çoxala bilməz. Bu da yanlışdır. Qan laxtasının əmələ gəlməsi mümkün olmazdı. Təbii ki, bu da yanlışdır. Təbii ki, cavab A-dır. Qırmızı qan hüceyrələri oksigen daşıya bilməzdi. Bugünkü tapşırıq bu qədər. Başqa hansı səhifələr və hansı tapşırıqlar gəlsin deyin. Yəni yoruma yazın. Yəni təkcə təbiət deyil, başqa dərslərdən də ola bilər. Yoruma yazmaq da bəs edir. Bay bay.